Hər vaxtınız xeyir olsun yoldaşlar. 21 dekabr Dövlət Vergi Xidmətinin təşkil edəcəyi imtahan üçün kursumuzda sınav təşkil etmişdik və kursumuzun 206 tələbəsinin iştirak etdiyi bu sınav kifayət qədər ağır xarakterli idi və təxminən 2022-ci il səviyyəsində idi. Bu sınav öyrədici xarakter daşıyırdı və biz bunu açıq şəkildə bütün tələbələr üçün paylaşmışıq ki, kimin ürəyi istəyir bu sınavı işləsin və özünü yoxlasın. 7 dekabrda isə biz daha böyük bir sınav təşkil edəcəyik. Təxminən 400 əyani yerin mövcud olacağı sınav Dillər Universitetində Təbriz korpusunda həyata keçiriləcək. Bununla bağlı bizə yaza bilərsiniz. Biz indi hal-hazırda rəqəmsal məlumatların təhlilinin videosuna baxırıq. Növbəti videomuz isə abstrakt məlumatların təhlili ilə olacaq. 2023-cü ilin birinci yarımilində Azərbaycanda istehsal edilən qızıl və gümüşün miqdarını göstərən diaqramdan istifadə edib tapşırığı yerinə yetirin. 23-cü ilin birinci yarımilində Azərbaycanda istehsal edilən qızıl və gümüşün miqdarı 22-ci ilin müvafiq dövrü ilə nisbətdə azalması. Yoldaşlar fikir verin. Deməli, hal-hazırda biz neçənci ilə baxırıq? 23-cü ilin birinci yarımilində Azərbaycanda istehsal edilən gümüşü verib. Deyir 2022-ci ilin birinci yarımilində Azərbaycanda istehsal edilən qızılın miqdarı gümüşün miqdarı neçə faizinə bərabər? Biz 23-cü ilin məlumatlarını görürük. Qızıl 975,5 kiloqram. Deməli 29% azalıb bu qədər olub. 2022-ci ildəki müvafiq dövrü ilə müqayisədə azalması. Əgər 2022-ci ildə qızılın miqdarı 100% idisə və neçə kiloqram idisə bilmirdiksə, 29,6% azalaraq bilirik ki, nəyə düşüb? 70,4%. 70,4% qızıl 975 kiloqram. Hətta 975,5. Bunu hesablamaq lazımdır. Yeniyəcək. 100-ü vuracaq 975,5-ə böləcəyik 70,4-ü. Bu da eləyəcək 1385,7 kiloqram qızıl. Deməli 2022-ci ildə bu qədər qızılımız var idi. 23-də 29% azalıb bu qədər olub. İndi isə bu bizdən baxırıq. Yenə 2022-ci ildə gümüşlərimizin sayı, gümüşümüzün miqdarı 100% idi və nə qədər idi bilmirik. 42,5% azaldı. Yəni oldu nə qədər? 57,5%. Və bu da 1841,3 kiloqramdır. X-i tapmaq üçün 100-ü vuracağıq 1841,3-ə böləcəyik 57,5-ə. Bu da eləyəcək 3202,2 kiloqram. İndi bizə deyir ki, birinci yarımildə Azərbaycanda istehsal olunan qızılın miqdarı gümüşün miqdarının neçə faizinə bərabərdir? Gümüşün miqdarının neçə faizinə bərabərdir deyir deyə. Gümüşün miqdarını 100% götürəcəm. Qızılın miqdarını isə, yəni 1385,7-ni isə x. Yoldaşlar, buradan da 1385,7-ni vuracağıq 100-ə, böləcəyik 3202,2. Cavab eləyəcək 43,2. Deyir ki, təkliklərə qədər yuvarlaqlaşdırın. Yuvarlaqlaşdıracaqsınız, cavab olacaq 43. Bu birinci sualın izahı idi. İndi isə keçirik ikinci suala. Maraqlı bir sual tipidir, hansı ki dövlət qulluğu imtahanlarında düşməyə başlanılıb bu sual və artıq müxtəlif imtahanlara düşüb. Düşünürük ki, buna oxşar sual vergi xidmətində də düşə bilər deyə belə bir sual yazıb yerləşdirmişik. Deyir ki, diaqram göstərir ÜDB-lərin ödəməyə nisbətlərinin faizlə göstəricisini. Baxın, yazıb faizlə. Yəni, qısacası, ölkələrin borclarının ümumi məhsula mən ÜDB-ni B, ÜDM-ni də M olaraq işarələdim.
Borclarını ümumi məhsula bölüb 100-ə vurublar. Siz necə başa düşün? Məsələn, mənim 20 manatım varsa, 25 manatım deyil. Və mənim tutaq ki, 50 manat, 25 manat borcum varsa, 50 manat da pulum varsa, bunları bir-birinə bölüb 100-ə vuranda tapıram ki, pulumun 50% borcdur. Burada sizin cədvəldə gördükləriniz ölkələrin borclarının faizidir. Məsələn, Kolumbiyanın 54,3% borcu varsa, yəni o kişi nə qədər pulu varsa, onun 54,3% borcdur. Omanın ödəməsi İspaniyanın ödəməsindən 2%, 2 dəfə azdır. Ödəməsi İspaniyanın ödəməsindən 4 dəfə çoxdur. İspaniyanın ödəməsi 200% artırılsa, İspaniya hardadır? Necə dəqiqə? Omanın ödəməsi İspaniyanın ödəməsindən. Oman var burada. Bəli, var. İspaniyanın cədvəldə olmağı lazım deyil. Omanın nəticələri əsasında hərəkət edəcək. Deyir ki, Omanın ödəməsi İspaniyanın ödəməsindən 2 dəfə azdır. Oman 36,5'dir. Əgər Omanın 36,5 borcu varsa, deməli 100 pulu var. Biz hətta kəsirdən azad olmaq üçün sıfıra vergül atıb bura bir sıfır əlavə edə bilərik. Bu Omandır. Omanın borcu aşağıda da ümumdaxili məhsulu. Bir-birinə nisbətini verim. Omanın ödəbəsi İspaniyanın ödəbəsindən 2 dəfə azdır. Deməli, İspaniyanın ödəbəsi, bu da ödəməsi olsun. Omandan 2 dəfə çox olacaq, düz deyil. Yəni, 365'i vuracam 2'ye. Bilirsiniz ki, eləyir 730. Omanın ödəməsi isə İspaniyanın ödəməsinin 4 dəfə çoxdur. Omanın ödəməsi İspaniyanın ödəməsindən 4 dəfə çoxdur. Omana 1000 vermişəm, 1000 nədən 4 dəfə çoxdur. Təbii ki, 250'dən. İspaniya üçün bütün məlumatları tapdıq. Borcunu da tapdıq, ümumdaxili məhsulunu da. Deyir, İspaniyanın ödəməsini 200% artırsaq, 200% artırmaq 3 dəfə artırmaq deməkdir. Bunu faiz məsələlərində müzakirə etmişik. Yəni, İspaniyanın ödəməsini 3 dəfə artırsaq, artıq 250 nə olacaq? Olacaq 750. İndi son sual da budur ki, elə İspaniyanın ödəməsinin ödəməsinə nisbətini faizlə tapın, tapaq 730'u bölək 750'ye, bu da eləyir 97%. Sual da nədir? Deyir, İspaniyanın ödəbəsinin ödəməsinə nisbəti cədvəldə təqdim olunan ölkələrin neçəsindən azdır? Yunanistandan azdır, Fransadan azdır. Qalanlardan çoxdur. Cavab 2. Növbəti suala keçid edirik. Növbəti sualımız 2023-cü ilə aid qeyri-neft sektoru üzrə Azərbaycandan 3 ölkə ixrac olunan ixracı milyon dollarlarla göstərən bir diaqramdır. Var burada Rusiya, Türkiyə və Gürcüstan. Görək bizdən nə istəyir? Deyir, 2023-cü ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə 3 ölkə ixracın birlikdə dəyəri həmin ilin iyun ayı ərzindəki analoji göstəricidən neçə dəfə çox olduğunu hesablayın. Bircə dəqiqə, burada nə var? 2023-cü il ərzində göndərilən, aha bax, verib burada bizə. Yanvar-iyun ayları ərzindəki qiymət düz xətlərlə ifadə olunur. Qırıq-qırıq xətlərlə də ifadə olunub iyun ərzindəki. Bizdən nə soruşur? İyun ayları ərzində qeyri-neft sektoru üzrə 3 ölkə ixrac edilən birlikdə dəyəri həmin ilin iyun ayındakı analoji göstəricidən neçə dəfə çoxdur? 2023-cü ildə. Biz baxırıq ki, ümumi olaraq Rusiyaya bu qədər, Türkiyəyə bu qədər və Gürcüstana da bu qədər məhsul ixrac olunub. 552,2'ni toplayırıq 512,5 və 180,3 ilə.
Bu eləyir 1245. O deməkdir ki, 2023-cü ilin yanvar-iyun aylarında bu üç ölkəyə bu qədər məhsul ixrac olunur. Bir də iyun aylarındakını deyir. İyun aylarındakını da toplamaq lazımdır. 148,2 milyon Rusiyaya, 47,8 milyon Türkiyəyə və 19 milyon da Gürcistana göndərilib. Bu da eləyir 215. Sizdən onların bir-birindən neçə dəfə çox olduğunu soruşur. Onda biz 1245-i bölürük 215-ə. Eləyir 5,79. Arkasında sıfırlar və s. də var. Bizə deyir onda birlərə qədər yuvarlaqlaşdırın. Baxın bu belə deyim. Onda birlərə qədər yuvarlaqlaşdıranda biz bunu alırıq 5,8. Bilirsiniz də vergüldən üzü sağa gedir. Onda bir, %1, mində bir və s. Onda birlərə qədər yuvarlaqlaşdırmaq, vergüldən sonraki ilk ədədə qədər yuvarlaqlaşdırmaq deməkdir. Bilirsiniz ki, 5-dən sonraki ədədlər 5, 6, 7, 8, 9 yuvarlaqlaşdırılır bir vahid böyüyünə. Amma 0, 1, 2, 3, 4 isə kiçiyinə. Yəni kiçiyinə yox, özünə. Yəni 5,74, 5,7 qəbul olunur. Amma 5,75 və daha yuxarısı 5,8 qəbul olunur. Növbəti sualımızı keçid edirik. Aşağıdakı diaqrama əsaslanaraq Azərbaycanda avtomobil nəqliyyatını seçən sərnişinlərin 95%-nin avtobuslardan 5%-nin isə mini taksilərdən istifadə etdiyini bilərək aşağı tapşırığı yerinə yetirir. Deyir, Azərbaycan 2023-cü ilin ilk 6 ay ərzində nəqliyyatlara minənlərin sayı 900 milyon nəfər oldu. Bizdən soruşur ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda avtobus xidmətlərindən istifadə sayı digər nəqliyyatların ümumi istifadə sayından təqribən neçə dəfə çox? Yoldaşlar, biz bu sualda bilməliyik ki, avtobus avtomobil nəqliyyatıdır. Avtomobil nəqliyyatında bizə verib qırmızı rəngdə. Baxın, ümumi nəqliyyatlardan istifadə edənlər 900 milyon nəfər deyil. Bu 900 milyon nəfərin, mən də milyonların sıfırlarını yazmıram. 900 milyon nəfərin 87,3%-i avtomobil nəqliyyatından istifadə edib. Yəni 900-ü vururuq 87,3-ə, bölürük 100-ə. Bu eləyir 785,7 milyon. Bu avtomobil nəqliyyatından istifadə edənlərdir. Amma onların 95% avtobuslara minibsə, onda biz bu ədədin də 95%-ni tapmalıyıq. Vurub 95-ə 100-ə bölməliyik təbii ki. Burada da bunu yazmalıyam. Qısacası bunu da vuranda 95-ə böləndə 100-ə eləyir 746. Bu 746 sırf avtobusa minənlərdir. Mənə deyir, avtobusa minənlər digərlərindən nə qədər çoxdur? Digər deyəndə mini avtomobilləri nəzərdə tutmur. Yerdə qalan təyyarəyə minənlər də, paravoza, nə bilim, qatara, tramvaya minənlər də. Qısacası, mən ümumi nəqliyyatdan istifadə edənlərin sayının 900 olduğunu bilirəm. 900-dən 900 milyon. Çıxıram 746 milyonu ki, başa düşüm ki, kimlər avtobusa minməyib. O da eləyir 154. Deməli, avtobusa minənlər, minməyənlər. Bir-birindən neçə dəfə çoxdur? 746-nı bölürsünüz 154-ə. Cavab da edir 4,84. İndi məndən nə istəyir? Elə məndən bunu istəyir. Yuvarlaqlaşdırıram, eləyir 5. Növbəti sualımız. Azərbaycan Respublikasının 2017-ci ildə kreditləşmənin sahələri üzrə paylanması diaqramından istifadə edilib. Burada 2017-ci ildə ticarət və xidmət sektoruna,
energetika və s. sektorlara kreditlər ayrılmasından söhbət edib. Sual oxuyuram. İnşaat və əmlak sahəsi üzrə kreditləşmənin həcmi sənaye və istehsal sahəsi üzrə analoji göstəricidən neçə faiz çoxdur? İnşaat və əmlaka baxın. İnşaat və əmlak qəhvəyi rəngdədir və o mənə verilib 18%. 18% bu ikisidir. Deyir, sənaye və istehsalda digəridir. Yəni 15. O da 15%. Analoji göstəricisindən neçə faiz çoxdur? Yoldaşlar, biz bunu necə həll edirik? Bu çox şifahi sualdır, rahat tapa biləcəyimiz sualdır. Belə deyək də, biz burada manatdan kiveni yazıb məndən manatla neçə faiz falan. Bu sırf çaşdırmaq üçündür. Burada heç manatdan söhbət getməyib ki. Biz neçə milyon kredit ayrılıb bilmirik. Ümumiyyətlə siz 18-in 15%-dən neçə faiz çox olduğunu hesablayacaqsınız. Bu faizləri unudun. Düşünün ki, bunlar ədəddir. Biri 15 milyondur, biri də 18 milyondur deyək. Deyirəm 15 milyon 100%dirsə 18 milyon x faizdir. 18-i vurmalıyıq 100-ə, bölməliyik 15-ə, düzdür? X buradan tapılır 120%. İndi biri 100'dür, biri 120'dir. 120 100'dən neçə faiz çoxdur? Cavab 20%. Açıq sual idi. Növbəti suala keçirik. Artıq qapalı suallara keçid edirik. Təqdim olmuş dairəvi diaqrama əsasən kommunal xərcləri 2 dəfə azaltsaq, işçilərin maaşını 3 dəfə artırsaq, müəssisənin ümumi xərcləri neçə faiz artmış olur? Yoldaşlar, biz kommunal xərcləri 2 dəfə azaltsaq, kommunal mavi rəngdədir. Gəlin biz birinci ümumi müəssisənin rasxoduna baxaq. 2400 üstə gəl 600, 3000, üstünə gəl 800, 3800, üstünə də 1600 gəl, eləyir 5400. Müəssisənin ümumi rasxodu 5400, götürürəm onu 100%. İlkin qiymətdə. İndi kommunalı 2 dəfə azaltsaq, yəni bunu eləsək 1200. İşçilər maaşını 3 dəfə artırsaq, işçilər boz rəngdədir. 3 dəfə artırsaq bu nə olacaq? Olacaq 2400. İndi bunu hesablayaq görək, o neçə faizdir? 2400 üstə gəl 600, 3000, üstünə də 2800 gələndə eləyir 5800. 5800 x-dir. Yoldaşlar, yenə də x-i tapmaq üçün nə etməliyik? 5800-ü vurmalıyıq 100-ə, bölməliyik 5400-ə. Cavab eləyir 107,4. Təbii ki, sizdən nə qədər artdığını soruşur? Neçə faiz artır? 7,4%. Növbəti sualımız 7-ci sual. İnsan kapitalının inkişaf indeksi reytinginə görə sıralamada 4 ölkənin reyting göstəriciləri aşağıdakı kimi təqdim edilib. Hansı illər ərzində ölkələr üzrə reyting əmsalları cəmi qəti sürətdə dəyişməmişdir? Baxın, fikir verin yoldaşlar, bunu heç həll etməyə ehtiyac yoxdur ki. Baxın, bu ildəkilərə baxın, amma bu göstəricilər yanındakı göstəricilərlə birə-bir eynilik təşkil edir. Deməli, onların cəmi qəti sürətdə artmamışdır. 16-17-ci illərdə. Aha, deməli, cavabda 16-17 yoxdur. Deməli, biz illər üzrə toplamalıyıq. Bu qədər də gözü yarı sual deyilmiş. Baxın, bunların cəmini toplasaq, 2, bu 3, 5, bu 4, 9, bu da 6, elədi 15. Bundan da cəmi eləyəcək 15, düzdür? İndi yanındakına fikir verin, bax. Bunları toplayaq. 2, 3, 4 elədilər. Deməli, 2, 3, 4, 9, üstünə də 6, bu da 15. Aha, deməli, bu da 15 imiş. Bu da, bu da. İndi biz bunların cavab olaraq 2016, 17 də verə bilərik. 16, 18 də verə bilərik. Hansı illər ərzində? Hə, deməli, burada interval kimi veriblər. 2016-18-ci illər ərzində. Yəni, bu 2 il ərzində heç bir dəyişiklik baş tutmamışdır.
Növbəti sualımıza keçid edirik. 2023-cü ilin 1-ci yarımilində Azərpambıq Aqrar Sənaye Kompleksinin ixrac göstəricilərinə əsaslanan cədvəli həll edin. Yoldaşlar, ixracın dəyəri bu qədərdir. Öncəki ilin analoji göstəricisini nəzərən artıbmı, azalıbmı burada göstərir. Baxın, 2023-cü ilin 1-ci yarımilində 10,8 milyon dollardır. 77% azalaraq bu vəziyyətə gəlib. Deməli, yazıram ki, birinci il, yəni 2023-dən qabaq nədir? 2022. 2022-ci ildə göstərici nə qədərdir bilmirik. Və biz onu 100% qəbul edirik. İndi isə göstərici 10,8 milyondur. O da 77,3% azalıb. Yəni 22,7% həcminə düşüb. Bilirsiniz ki, 100-dən 77,3 çıxanda 22,7 qalır. İndi nə edirik? X-i tapmaq üçün 10,8-i vururuq 100-ə, bölürük 22,7-yə. Alırıq 47,6. Deməli, 2022-ci ilin analoji göstəricisi 47,6-dır. Təbii ki, milyon dollar. O da özündən əvvəlki ilə nəzərən 15% artıb. Deməli, özündən əvvəlki ilə nəzərən 15% artıbsa, olub 115,4%, 47,6 milyon dollardır. Əvvəlki ildə götürürəm 100%, burada verirəm X. Təbii ki, X-i tapmaq üçün 47,6-nı vurmalıyıq 100-ə, bölməliyik 115,4-ə. O da eləməlidir 41,2 milyon dollar. İndi deyir 2023-cü ilin məhsul dəyəri 21-ci ilin məhsul dəyərindən necə fərqlənir? Cavaba baxın yoldaşlar. Bax 41 nə qədər idi? Düşdü 10 nə qədərə? Təxminən 4 dəfə azalıb. Cavablarda 4 dəfə azalıb yoxdur da faizlə azalmadı. Bunu biz belə də yaza bilərik. 41,2 100%dirsə 10,8 X-dir. Yenə də X-i tapmaq üçün 10,8-i 100-ə vurub böləcəyik 41,2-yə, cavab eləyəcək 26,2. 26,2 faizdirsə, deməli düz 73,8% azalıb. Çünki bir ədəd 100% qəbul edildisə, düşdüsə 26,2-yə, deməli 73,8% azalıb. 8-ci sualın da cavabı D variantı. İndi isə keçirik 9-cu suala. Kosmosda ən çox peyki olan 4 ölkənin peyklərinin sayını göstərən diaqramdan istifadə edin. Bu sualın həlli kifayət qədər qəlizdir. Sizə burada deyir ki, hansı ölkəyə aid peyklərin sayının ikinci dövr üzrə orta aylıq tempi birinci dövr üzrə müqayisədə aşağı düşür. Çox qəliz sualdır. Baxın. Burada ikinci dövr deyəndə 1 yanvardan 23-cü ilin 1 yanvarına kimi. Yəni 12 aylıq periodu nəzərdə. Baxın bu ikisinin müqayisəsi. Bir tutaq ki, ABŞ-ın 2944 peyki var idi. Bir il ərzində artdı, oldu nə qədər? 4531 vahid. 12 aya bu qədər artıbsa, ayda nə qədər artıb? Buranı tapmalıyıq. 2 verin. 4900, üzr istəyirəm. 4531-dən çıxıram 2944-ü. Alıram 1587. Bax, bunların fərqi 1587-dir. 1587 dənə nə? Peyk. Amma 12-yə bölməliyəm. Ortalama ayda 132 dənə artıb. Mən promoy onu yazıram bura. Ortalama 132 artıb. İndi bunu da hesablayıram. Deməli 592-dən çıxıram 499-u 93 eləyir.
Bölürəm onu da 12'ye. Siz bunu yuvarlaqlaşdıra da bilərsiniz. Eləyir 7 tam onda 7. Ya da 7 tam onda 8. Oxşuyur bir-birinə. Sonra 177'den de çıxırsınız 169'u. Bölürsünüz yenə də 12'ya. Heç bir belə eləmir də yəni. 0 tam onda 7 eləyir. Və sonuncuda da 563'ten çıxırsınız 452'ni, alınan cavabı da bölürsünüz 12'ye. Çünkü həmin o periyod 12 aylıq periyod. İndi aşağıya baxın. Digər dövrlə müqayisədə. Digər dövrdə yoldaşlar 21 ay var. Bax, aprelin 1-dən yanvarın 1-nə kimi. Deməli 9 ay buradan 12 ay oradan 21 ay. Bunların lap 20 olsa belə yenə də eyni qənaətə gələcəyiz. Bax, bunların fərqinə baxın. İndi 2944 çıxılsın 1308 eləyir 1636. Bölürəm onu 20 aya eləyir 32. Bu periyoddan bu periyoda peyklərin artımını 12'ye bölmək olmaz. Çünki orada 20 aylıq periyod. Sonra 499'dan çıxıram 356'nı. Alınan cavab 143. Bölürəm yenə 20 aya eləyir 7 tam onda 1. Sonra buradan 169'dan 167'ni çıxıram. Eləyir 2. 2'ni də bölürəm 20'ye eləyir 0 tam onda 1. İndi 452'den də çıxıram 130'u. 322 bölürəm yenə 20 aya eləyir 16 tam onda 1. Sual verir ki, hansı ölkəyə aid peyklərin sayının ikinci dövr üzrə şeydir bu 22-23 dövr üzrə göstəricisi birinci dövrlə müqayisədə aşağı düşür. Baxın 132 32'den yuxarı qalxıb 7-1 7-8 7-1'den yuxarı qalxıb. Burada da yuxarı qalxıb amma burada qalxmayıb. Birləşmiş Krallıq bizim doğru cavabımızdır və çox çətin sual. İndi isə keçirik növbəti suala. Bu sual rahat sualdır. Mən bu sualı sizə sərbəst sual kimi vermək istəyirəm. İzah edəcəm təbii ki, amma hesablanmasını icra etməyəcəm. Deyir, amortizasiya dəyəri 5 il olan məhsul kondisioner, 10 il olan məhsul soba, 8 il olan məhsul soyuducu, 1 il olan məhsul isə mikrodalğalı sobadır və su dispenseridir. Amortizasiya dəyəri bir məhsula verilən ömür hesab olunur. Sütunlar üzrə faizlər amortizasiya dəyərinin hansı hissəsinin işləndiyini göstərir. Məhsulların ömrünün bitməsindən qalan günləri təqribi hesablayaraq ömürlərin azalma ardıcılığı ilə düzün. Baxın yoldaşlar, 5 il kondisionerdir. Bunun üstüne yazıram kondisioner. Məhsulun 5 il ömrü qalıb da. 5 il ömrü var idi, düzdür. 5 ili vurursunuz 365 günə tutar ki. Heç vurmayıb axırda da çevirə bilərsiniz. Heç çevirməyə də bilərsiniz. 1825 gün eləyir. Ömrünün 86%'ni başa vurubsa, deməli 14%'i elə qalıb. Vuram 0'dan %14'e eləyir 255 gün. Bu göstəricini hamısı üçün hesablayırsınız. Sonra onları artan və yaxud azalan sırayla düzürsünüz. Burada nə istəyir? Azalma sırası. Çoxdan aza. 11-ci sual. 2012-20-ci illər ərzində neft hasilatını göstərən diaqramdan istifadə etməklə tapşırığı yerinə yetirin. 2012-20-ci illəri əhatə edən dövr ərzində neft hasilatı ən az neçə min ton azalsaydı, bu illər ərzində davamlı azalma müşahidə olunur. Qrafiki yaxınlaşdıran baxın, bax. Sarı qəhvəyidən biraz qabaqdadır. Bir də yaşıl mavidən biraz qabaqdadır. Onlar arxada olsaydılar, davamlı azalma gedəcəkdi. Üzü yuxarıya doğru. Fikir verin. Daha doğrusu 43.374,8 bundan nə qədər fərqlənir? 43.000 həmin ədəddən elə bil. 43.374,8
Onda 8-dən çıxıram. 43.457 tam onda 4'ü. Eləyir 82 tam onda 5. Amma mən bu ədəddən 82 tam onda 5 çıxsam, bu ədədi ala bilmərəm. Yəni eynisini alaram. Daha balaca ədəd ala bilmərəm. Mənə daha balaca ədəd lazım ki, azala-azala getsin. Onda 82 tam onda 5 yox. Məsələn, ən azı 82 tam onda 6 çıxmalıyam. Burada da bu ikisinin fərqinə baxıram, bax. Görürsünüz, yenə yuxarıdakı bundan artıq. 38 tam, daha doğrusu 38.814 tam onda 3 və 38.688 tam onda 4'ün müqayisəsini aparıram. 125 tam onda 9 edir. Biz bu ədədi 125 tam onda 9 vahid azaltsaq, bununla eyni ədəd alınır. Gərək heç olmasa biraz da böyük, yəni 126 çıxaq ki, həmin ədəddən. Belə deyək, davamlı azalma baş versin. Sizdən nə istəyir? Sizdən də onların, bircə dəqiqə üzr istəyirəm, mən burada deyəsən bundan bunu çıxmalıydım, bircə dəqiqə. Bax, 43.457 tam onda 4'dən çıxmalıyam. 43.374 tam onda 8'i. Eləyir 82 tam onda 6. 82 tam onda 7 çıxmalıyam minimum ki, fərq olsun. Burada da 125 tam onda 9 eləyir. 126 çıxmalıyam. Elə bil bu iki sütunu və bu iki sətri daha doğrusu. Bu iki sətrin bu qədər azalması mənə davamlı azalma verəcəkdir. Məndən də total soruşur. Bir totalda nə qədər azalma olmalıydı ki, davamlı azalma getsin? 82 onda 7 bir hissədə, 126 bir hissədə. Onların cəmi eləyir 208 tam onda 7. Bu ədədlərlə işləmək sizi imtahanda çox bezdirəcək, bilirəm. 12-ci suala baxırıq. Press relizlərin yaradılma səbəbləri üzrə sayıları və onların hər birinin hazırlanma qiymətlərini göstərən siyahıdan istifadə edin. Müəssisədən ona əlavə olunan 78 press relizin hazırlanmasından əldə olunan gəlirin press relizlə bağlı gəlirdən 4 dəfə çox olduğunu müəyyənləşdirin. Və biz indi baxaq görək, hansı press relizdən 4 dəfə çox olduğunu müəyyənləşdirin. Bu sözü oxumamışdım. Sual biraz mənasız səslənmişdi. Gəlin biz belə eləyək. Baxın, yeni məhsulun buraxılması bu nədir? Press relizlərin sayılarının yaradılma səbəbləri üzrə paylanması. Sayılarıdır bu. Press relizlərin hər birinin yaradılmasına səbəbləri üzrə hazırlanma qiyməti. Fikir verin, burada 6 dənə press reliz hazırlanıb. Bu da onların hazırlanma qiymətidir. Götürürəm, yazıram qabağına. Bir 90 manatdırsa deyək. 6 dənə press relizi hazırlamaq üçün 90 vur 6, yəni 540 manat pul lazımdır. 81 dənə press relizi hazırlamaq üçün də 5 dənə press relizi 81 manatdan hazırlamaq üçün də bizə 405 manat lazımdır. 75 manatdan 9'unu yaratmalıyıq. 75'i 9'a vuranda 675 manat eləyir. Və hadisə anonsu 45'də nə lazımdır? Özü də 18 manatdan. Yəni 810 manat vururam bir-birinə. Və 3 dənə də 90 manatdan eləyir 270 manat. Sual nədir? Press relizlərin əldə ediləcək ümumi gəlir hansından 4 dəfə çox? Gərək bunları toplayaq. Toplayaq da 540 üstə gəl 405, üstə gəl 675, üstə gəl 810 və üstə gəl 270. Bunların cəmi eləyir 2700. Bölməliyəm bunları nəyə? 4'ə. Çünki deyib 4 dəfə çoxdur. Bölürəm 4'ə eləyir 675. Deməli, tərəfdaşlığın yaradılması press relizindən 4 dəfə çoxdur ümumi. Bu qədər. 13-cü sual. Birinci yarısında, 2023-cü ilin birinci yarısında
Azərbaycanda qiymətli kağızlar bazarında aparılan əməliyyatların sayını göstərən cədvəldən istifadə edin. Sual işarəsi yerinə yazılmalı ədədi müəyyən edin, cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. Yoldaşlar, 2023-cü ilin birinci yarısı öncəki ilin analoji göstəricinə nəzərən artıb azalması. Biz buradakı nəticəyə baxmalıyıq. Əslində yuxarıdakı sualı oxşuyur, amma eyb yox, həll edək. Fikir verin, bu ümumi nəticədə artıb. Bu da ilkin bazar qiymətinin əməliyyatlarının sayı da azalıb. Elə bilin ki, 100% idi ilkin qiymət bunun üçün. İndi artıb olub 103%. Yazıram 103 tam onda 5 8000. Yəni bunu mən çevirim neçə sıfırını atım. 5 dənə sıfırını atım. 8500 103. 85103 kimi yazdım da elə bil arxasındakı sıfırları attım. Hamısından o sıfırları atıram. Deyirəm əvvəlki qiymətdə 100%-ə də x-dir. Buradan x-i tapıram. 100 vur. 85103 böl 103 tam onda 5. Eləyir 82 225. Liste arxasında da 5 dənə sıfır lazım. İndi buna baxaq. Əvvəlki 100% idi. Daha doğrusu öncəki ilin analoji göstəricisini nəzərən. Hal-hazırda azalıb 70, 25,2% azalmaq, 74,8% qalmaq deməkdir. 74,8% 34,870-dirsə 5 sıfır atırdım. Əvvəlki 100%'dir. 100%'ə də x-dir. Yoldaşlar, indi fikir verin. 34.870'i vururam 100'ə, bölürəm 74,8'ə. Bu da eləyir 46,618. Yanında yenə 5 dənə sıfır yazıram. İndi mən bunun nə qədər artıb azaldığını bilmək üçün bunların fərqini tapmalıyam. Mən 82,225'dən çıxmalıyam. 46,618'i eləyəcək 35,607. Yanında da yenə 5 dənə sıfır. İndi bu ədəd məlum məsələdir ki, artaraq, yəni 35,607 keçən ilin göstəricisi daxil. Artaraq bu qiyməti verib mənə. Nə qədər artıb? Yazıram 35,607 100% idisə 50,233 x-dir. 50,233'ü vururam 100'ə, bölürəm 35,607'yə. Eləyir 141%. Deməli 41% artıb. Mənim fikrimcə Dövlət İmtahan Mərkəzi biraz insaflı davranmalıdır imtahanda. Elə ədədlər verməlidir ki, tələbələr onu kalkulyatörsüz hesablaya bilsin. Bəlkə də videomuz mən görə bilmirəm neçə dəqiqədə davam edir. Ki verin 14-15 sual üçün görün necə video uzanır. Azərbaycan Respublikasının 2021-ci ildə dövlət büdcəsinin mənbələri üzrə gəlirlərini göstərən diaqramdan istifadə edin. Hansı mənbə üzrə gəlir 20% artsaydı, dövlət büdcəsinin gəlirləri bu qədər olar. Yoldaşlar, biz dövlət büdcəsinin gəlirlərini toplamalıyıq. Baxın, burada qiymətləri verib. Deməli, 250, buradan başlayırım. Buradan saat istiqamətində gedirəm. 250 üstə gəl. 880 üstə gəl. 700 üstə gəl. 12.200 üstə gəl. 950 üstə gəl. 1059 üstə gəl. Bu isə 295 üstə gəl. 2740 üstə gəl. 4710 üstə gəl. 211 üstə gəl. 2144 üstə gəl.
1150. Yoldaşlar, eləyir 27 289. Baxın, dövlət büdcə gəlirlərimizin deyir 28.345 milyon 28 milyard deyə, bu təbii ki. Özüm qısa oxuyuram ki, yormasın siz. Yenə sıfırlarını attım da, 6 dənə sıfır attım. 28.345 əslində büdcəmiz bu qədərdir. 27.289. Amma deyir, dövlət büdcəmizin bu qədər olması üçün hansı 20% artsa bu qədər olardı. Və biz 28.345-dən çıxırıq 27.289-u. Eləyir 1056. Bu qədər artım lazımdır da bizə. Deməli, hansısa bir ədəd var ki burada, onun 20% bu qədərdir. 20% 1056 olan ədədin özü, yəni 100% nə qədər olacaq? X. Gəlin onu da hesablayaq. Qısacası 1056-nı vurmalıyıq 5-ə. Cavab 5280. Burada 5280-da yaxın nə var? Çünki biz təqribi cavab hesablayırıq. Təminat fondunun transferləri. Təminat fondu. Təminat fondu. Hanı təminat fondu? Üz-üstə bu 120%'dir yoldaşlar. Biz bunu redakte etmişik. 120%'dir bu. 120% artsa, nə 120% artsa? Bircə dəqiqə, bir dənə sualın üzərindən bir də keçin. Bax, biz aradakı fərqin 1056 olduğunu gördük, düzdürmü? 1056'dırsa bu aradakı fərq, deməli hansısa bir mənbə 1056 vahid artmalıdır ki, bu büdcəni ala bilək, düzdürmü? O da həmin mənbənin 20 yox 120% olmalıdır, üzürlü sayın. Biz bunu deyəsən redakte etmişik. 120% 1056'dırsa 100'e x'dir. Bu da olacaq, deməli 100 vur 1056 böl 120. Eləyir 880. Təminat fondundan transferlər. Cavab C variantı.